Deməli 14-cü suala gəlincə hidrogenə görə sürət verib 0,2, saniyə verib 30 saniyə. Deməli hidrogenin başlanğıc qatılığını verib, deməli başlanğıc qatılığını verib 10. Deməli mən buradan yaza bilərəm B bərabərdir C2 çıxaq C1 bölək T, yəni 0,2 bərabərdir 10 minus tarazlıq qatılığını bilmirəm. C1 bölərəm 30 saniyə. Buradan 6 bərabərdir 10 minus x. X də bərabərdir tarazlıq qatılı hidrogen tapıram 4. Deməli ondan sonra reaksiyanı yazırıq. N2 üstəgəl 3 aşkarlanır 2 NH3 reaksiyasında. Yazırıq ki tarazlıq qatılığı, yəni birinci başlanğıc qatılıq yazırıq. Çünki hidrogen başlanğıc qatılığını vermişdi. Tarazlıq qatılığı da 4'dür. Deməli onda reaksiya nə qədər sərf olunur? Başlanğıc var, tarazlıq var. Deməli 6 sərf olunur. 6 sərf olunursa görüm, deməli azot nə qədər sərf olunur? Baxıram, yazıram, x-ə 6 sərf olunur, 1-ə də 3. Deməli nə qədər sərf olunur? 2 sərf olunur. Azot burada 2 sərf olunur. Və amonyakın tarazlıq qatılığını da buradan x yazıb tapa bilərik. Yəni yazırıq 6-ya x, 3 molada 2, x bərabərdir 4 eləyir. Deməli tarazlıq qatılığı amonyakın tapdıq. Deməli bizdən azotun tarazlıq qatılığını istəyir. Azotun tarazlıq qatılığını tapmaqdan ötürü, təbii ki, biz tarazlıq qatılığını tapmaqdan ötürü başlanğıc qatılıqdan sərfiyyatı çıxmalıyıq. Başlanğıc qatılığı da bilmirik. Ona görə də deməli və K-nı verib bizə. Onda yazıram 1 bərabərdir 4'ün kvadratı, çünki qarşıda əmsal var, bölürəm. Başlanğıc qatılıq minus sərfiyyat 2 sərf olunub, vururam 4'ün kubuna. Hardan aldıq 4'ün kubunu? Tarazlıq qatılığı hidrogende 4 tapmışdıq. Qarşıda da əmsal olduğuna görə olur 4'ün kubu. İxtisar gedir və buradan da x-i biz tapırıq 0,25. Yəni burada cavab A variantıdır. 0,2 yazıqlar, amma yanlışdır. 0,25'dir cavab.